Ölkədə son 9 ildə tikinti obyektlərində 1677 nəfərin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilib. Əmək münasibətlərinin monitorinqi mərkəzinin açıqlamasına əsasən yoxlamalar çərçivəsində ümumilikdə 13291 nəfər yoxlanılıb və onlardan 1677 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi üzə çıxıb. Monitorinqlərdə daha hansı pozuntu halları qeydə alınıb, bununla əlaqədar əməkdaşımız Zeynəb Nadirova xəbər verəcək. Salam Zeynəb, detalları səndən öyrənək. Salam, hər vaxtın xeyir olsun Gülşən. Bilirik ki, tikinti sektorunda işlər Azərbaycanda yüksək səviyyədə həyata keçirilir. Çünki tikinti quruculuq əsasdır və bu istiqamətdə də əsas məlumat var ki, tikinti obyektlərində də yoxlama prosesi davam edir ki, sırf yüksək səviyyədə həyata keçirilsin. Amma təəssüflər olsun ki, müqaviləsiz işləməyə görə cərimə olunanlar da var. Bu istiqamətdə elə qeyd edilək ki, Azərbaycan Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin əmək münasibətlərinin monitorinqi mərkəzi məlumat verib. Bir sıra statistik rəqəmlər var, qayda pozuntuları ilə bağlı, eyni zamanda səyyar xidmətlə bağlı və mərkəzin 9 illik xidməti çərçivəsində hansı üstünlüklər əldə olunub, bu istiqamətdə hansı nöqsanlar aşkarlanıb və aradan qaldırılması istiqamətində işlər görülür və görülməyə davam edir. Bu informasiyaların hər birini geniş şəkildə təbii ki, elə qonağımla birgə verməyə çalışacağım. Elnur bəy yanımdadır, hansı ki, Asan Xidmətin əmək münasibətlərinin monitorinqi mərkəzinin baş məsləhətçisi Elnur Bayramov. Buyurun, eşidək bu istiqamətdə məlumatları. Əmək münasibətlərinin monitorinq mərkəzi artıq 9 ildir ki, Bakı şəhərində fəaliyyət göstərir. 9 il ərzində Bakı şəhərində 380 monitorinq, tikinti obyektində monitorinq aparılmışdır. Bu monitorinqlər ərzində 13291 şəxs yoxlanılmışdır, işçi. Onlardan 1677 nəfərin müqaviləsi olmadan çalışdırıldığı aşkar olunmuşdur. Həmin faktlar üzrə ümumilikdə 2 milyon 556.700 manat məbləğində cərimə və sanksiyalar tətbiq olunmuşdur. Əmək münasibətləri monitorinq mərkəzinin əsas fəaliyyəti tikinti sahəsində çalışan şəxslərin, işçilərin əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin olunması, onlar üçün şəffaf, münbit bir əmək mühitinin yaradılması məqsəd daşıyır. Eyni zamanda əmək münasibətlərinin monitorinq mərkəzi 9 il ərzində yoxlamalarla paralel olaraq 614 tikinti obyektində və sahibkarlıq subyektlərində maarifləndirici görüşlər təşkil etmişdir. Bunun da məqsədi eyni zamanda maarifləndirilmənin, işçi və işə götürənlərlə maarifləndirilmənin artırılması və beləcə nəzarət mexanizminin daha şəffaf həyata keçirilməsi. Təşəkkür edirəm məlumatlar üçün. Bəli, artıq bu istiqamətdə məlumatları çalışdıq ki, qısa lakani şəkildə ən vacib informasiyalar üzərindən izləyicilərin diqqətinə çatdıraq. Təbii ki, mərkəzin, eyni zamanda agentliyin bu istiqamətdə işləri davam edir, yenilənən məlumatlar olacaq və tikinti obyektləri ilə bağlı nəzarət tam olaraq belə deyək, nəzarətə götürülüb məsələlər və elə bu istiqamətdə də məlumatları çalışdıq ki, geniş şəkildə izləyicilərə ötürək və eyni zamanda bu sahədə insanların da məlumatı olsun ki, hər hansı bir səhvə yol verməsinlər. Bəli, çatdıracağımız informasiya bundan ibarət idi. Qeyd eləyək ki, qonağımız Elnur Bayramov idi, elə mərkəzin əməkdaşı. Bizdən bu qədər, söz səndə. Təşəkkürlər Zeynəb.